Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və MİQ-ə hazırlaşan MİQçilər. Bugün mən sizə çox önəmli bir mövzunun izahı ilə gəlmişəm. Həqiqətən çox önəmli bir mövzu, hansı ki, bu mövzunu bütün müəllimlər bilməlidir və eyni zamanda müəllim işləmək istəyənlər hər kəs bilməlidir. Bu mövzu test mərhələsində düşmə faizi çox yüksəkdir, amma test mərhələsində düşməsə də belə, müsahibə mərhələsində hər birimizin bilməli olduğumuz mövzudur. Ümumiyyətlə, mən düşünürəm ki, hər bir fənn müəlliminin bunu bilməsi çox önəmli və vacibdir. Kurikulumun demək olar ki, əsas məğzidir, əsas önəmli, zəruri hissəsidir. Yəqin ki, aydın oldu, söhbət nədən gedir. Bugün biz sizlə kurikulumun anası olan məzmun xətti, əsas standart və alt standartdan danışacağıq. Məzmun xətti, əsas standart, alt standarta keçməmişdən əvvəl burada bizim təlim nəticələri ilə bağlı balaca bir izahımız olacaq. Nədir təlim nəticəsi? Təlim nəticəsi müəllimin əvvəlcədən şagirdin çatmalı olduğu bilik və bacarığı müəyyənləşdirməsidir. Lakin təlim nəticəsi 4 formada təlim nəticəsi var. Bunun 3-ü ümumi təlim nəticəsidir, biri isə xüsusi təlim nəticəsidir. Ümumi təlim nəticələri bizdən o qədər də tələb olunmur, düzdür, biz bilməliyik bunu. Amma oradan suallar o qədər də düşmür. Sadəcə bilsəniz ki, nədən söhbət gedir, kifayət edir. 3 formada ümumi təlim nəticəsi var. Təhsil səviyyəsi üzrə təlim nəticəsi. Bu nə deməkdir? Bilirsiniz ki, ümumi təhsildə 4 təhsilin 4 səviyyəsi var. Məktəbə hazırlıq, ibtidai, ümumi orta və tam orta. Müəllim bilməlidir ki, ibtidai sinifin sonunda, yəni 1-ci, 4-cü sinif aralığında, ibtidai sinifin sonunda şagird Azərbaycan dilindən nələrə yiyələnəcək. Və yaxud da bilməlidir ki, ümumi orta təhsildə şagird 9-cu sinifin sonunda nələrə yiyələnəcək? Bunu hər bir fənn müəllimi bilməlidir ayrı-ayrılıqda. Buna deyirik təhsil səviyyələri üzrə təlim nəticəsi. Bir də var ilin sonunda olan təlim nəticəsi, yəni ilin sonu üçün olan təlim nəticəsi. İlin sonu üçün olan təlim nəticəsi isə 1 ilin. Məsələn, bu il 8-ci sinifdə Azərbaycan tarixindən şagirdlər hansı bilik və bacarığa yiyələnməlidirlər? Və yaxud da ki, belə deyək, Rus dili fənnindən, riyaziyyat fənnindən fərqi yoxdur. Yəni, 1 ilin sonu üçün təlim nəticəsi, bir də hər fənnin məzmun xəttləri üzrə ümumi təlim nəticəsi olur. Bu da bizim məzmun xəttlərimiz üzrə şagirdin hansı təlim nəticəsinə çatmalı olduğunu bilməyimizdir. Bunlar ümumi təlim nəticələridir. Bir də var xüsusi təlim nəticəsi. Xüsusi təlim nəticəsi hər dərsin təlim nəticəsidir. Yəni, bir akademik dərsin sonunda şagirdin əldə etməli olduğu bilik və bacarığın əvvəlcədən müəyyənləşdirilməsi xüsusi təlim nəticəsidir. Bu haqda biz keçmişik gündəlik planlaşdırmada. Ümumiyyətlə, təlim nəticəsi çox önəmlidir. Müəllim onu alt standartdan çıxardır və təlim nəticəsi dərsin başlanğıcında şagirdlərə elan olunmalıdır. Smarta görə də dedik ki, təlim nəticəsi necə olmalıdır? Düzgün, aydın, spesifik, dəqiq olmalıdır, ölçülə bilən olmalıdır. Nə çox asan, nə çox çətin olmamalıdır. Resurslar nəzərə alınmalıdır, real imkanlar nəzərə alınmalıdır, eyni zamanda da vaxt nəzərə alınmalıdır. İndi isə keçirik əsas məsələmizə, məzmun xəttinə. Gəlin görək məzmun xətti nədir? Məzmun xətti kitabda yazılıb ki, tərifi fənn üzrə xüsusi təlim nəticəsinin reallaşdırılması üçün bizə verilmiş məzmunun zəruri hissəsidir. Ana xəttidir, leytmotividir və dəyişməzdir. Məzmun xətti hər fənn üçün ayrıca müəyyənləşdirilir və hər fənnin yarada biləcəyi, şagirddə formalaşdıra biləcəyi bilik və bacarığa uyğun müəyyənləşdirilir. Məsələn, mən tarix müəllimiyəm, düzdürmü? Mən şagirdlərdə hansı bilik bacarı formalaşdıra bilərəm? Mənim məzmun xəttlərim belədir. 1. Tarixi zaman, 2. Tarixi məkan, 3. Dövlət, 4. Şəxsiyyət, 5. Mədəniyyət. Görürsünüzmü? Bu anlayışlar ancaq tarix fənninin formalaşdıra biləcəyi bilik və bacarıqdır. Dövlət haqqında kim keçir? Tarix keçir. Hansı fənn keçir? Tarix, şəxsiyyət, mədəniyyət. Düzdürmü? Riyaziyyatda necə olur? Cəbr və funksiyalar, həndəsə. Görürsünüz, bunu ancaq riyaziyyat formalaşdıra bilər. Azərbaycan dildə necə olur? Oxu, yazı, dil qaydaları. Yəni, hər bir fənnin şagirddə formalaşdıra biləcəyi bilik və bacarığa uyğun olaraq məzmun xəttləri müəyyənləşdirilir. Məzmun xəttləri fənn kurikulumunda öz əksini tapır və məzmun xəttləri dəyişməzdir, ana xəttdir. Bizə verilən məzmunu mənimsətmək üçün, bizə verilən məzmunu reallaşdırmaq üçün əsas zərurətdir. Yəni, bu nə deməkdir? Əvvəlcə onun izahına keçməmişdən əvvəl deyim ki,
Hər bir müəllim öz məzmun xəttini əzbər bilməlidir. Time 2024 kitabında bütün fənlərin məzmun xəttləri verilib. Lakin, baxın, məzmun xəttləri var hamısı. Lakin nəzərinizə bir şey çatdırım ki, bəzi fənlərdə məzmun xəttlərində dəyişikliklər olubdur. Təzə çıxan vəsaitlərdə bunlar verilib. Məsələn, təbiət fənlərindədir. Mənim eşitdiyim, mənə deyilən məlumata görə tarixdə də dəyişiklik var. 4 məzmun xətti yox, 5 məzmun xətti yox, artıq 4 məzmun xətti müəyyənləşdirilib. Amma mən bu il 5-ci siniflərə dərs keçmədiyim üçün bu haqda məlumatsızam. Yəni verilən məlumata görə tarixi zamanla tarixi məkan neyniyib? Eyniləşdirilib və məzmun xəttinin sayı azalıb. Yenə deyirəm, hələ tam dəqiq bilmirəm bunu. Amma digər fənlərdə dəyişiklik var. Biologiyadır, kimyadır, fizikadır. Bu fənlərdə dəqiq məzmun xəttlərində dəyişiklik var. Bəs belə bir sual yaranır ki, müəllim hansı məzmun xəttlərini öyrənməlidir? Hər ikisini. Niyə? Çünki 7-ci sinif fizika yeni məzmun xətti ilə keçirildiyi halda 8, 9, 10-cu siniflər hələ də köhnə məzmun xəttlərinə keçirildiyi üçün hər ikisini bilmək lazımdır. Nə vaxt ki, köhnə siniflər artıq 11-ci sinifi bitirəcəklər, ondan sonra biz ancaq yeni məzmun xəttlərini neynəyəcəyik? Əzbərləyəcəyik. Aha. İndi gəlin görək məzmun xətti nədir? Məzmun xətti necə, yəni məzmun xətti bizə verilən məzmunun zəruri hissəsidir? Bu nə deməkdir? Baxın, mən tarix müəllimiyəm. Keçirəm qədim Şumerlər. Mənə də verilib 5-1-1. Gəlin bunu lövhə üzərindən daha yaxşı izah edeyim sizə. Deməli, qədim Şumerləri keçirəm. Mənə verilib 5-1-1. Baxın, 5-1-1. Burada məzmun xətti hansıdır? 5 məzmun xəttidir. Baxın, 5 məzmun xəttidir. Mən bayaq dedim ki, tarixdə 5 nədir? Mədəniyyətdir, düzdürmü? Baxıram ki, Şumerlərdə mənə 5-1-1 məzmun xətti verilibdir. Hardan baxıram? Bunu metodiki vəsaitimizdə də verirlər, bütün fənlərdə, bütün siniflərdə. Və eyni zamanda proqramımızda da var. Yəni, illik planlaşmamızda, perspektiv planlaşmamızda bu standartlar öz əksini tapır. Deməli, mənə verildi məzmun xətti. Nə gözəl. 5 ilə verilib. Deməli, mən nə edəcəm? Mən Şumer dövlətini daha çox mədəniyyət hissəsinə önəm verəcəm və təlim nəticəmi də mədəniyyətdən çıxardacam. Az standarta baxacam, təlim nəticəsi çıxardacam. Deməli, mən dərsimi ən çox mədəniyyətlə bağlı keçməliyəm. Orada daha çox dərinləşdirməliyəm. Və yaxud, yaxşı, başqa bir şey. Mənə verilib Səfəvilər dövləti. Səfəvilər dövləti mövzumdur. Məzmun xətti olaraq mənə verib 4-1-1. Səfəvilər dövləti 17-ci əsrdə olan bir mövzudur. Mənə məzmun xətti olaraq 4-1-1 verilib. 4 nədir bizdə? Şəxsiyyətdir. Deməli, mən daha çox şəxsiyyətə odaqlanmalıyam. 17-ci əsrdə hakimiyyəti olan şəxsiyyətləri daha çox göz önündə etməliyəm. Təlim nəticəsini o üzrə reallaşdırmalıyam. Məzmun xətti müəllimə sanki bir istiqamət yol göstərir. Sanki bir yol xəritəsidir ki, müəllim, bax, sən bu yolla getməlisən. Və yaxud Azərbaycan dili. Azərbaycan dilindən şagirdə bir mətn verilib. Amma məzmun xətti olaraq 4 ilə verilibdir. 4-1-2. 4-1-2 məzmun xətti verilibdir. Və bu 4-1-2 məzmun xəttində dil qaydalarıdır 4. Bunu yanınıza saxlayın ki, 4 burada dil qaydalarıdır. Müəllim nə edəcək? Hansı qrammatikadan nə mövzusundadırsa, məsələn, sifətdədirmi, isimdədirmi, bilmirik də indi hansı mövzudadır, feildədirmi? Deməli, müəllim dil qaydalarına daha çox önəm verəcək, nəinki mətnin məzmununa. Bəs biz niyə deyirik təlim nəticəsi mütləq şagirdlərə elan olunmalıdır? Şagirdlər bilməlidir ki, sonda hansı təlim nəticəsinə nə edəcəklər? Çatacaqlar. Aha, bu da bu qədər. Bu hissəni mən belə başa düşürəm ki, başa düşdünüz. Yəni, məzmun xətti nədir? Məzmun xətti müəllimə yol göstərən, istiqamət göstərən rəqəmdir. Birinci rəqəm nə adlanır? Məzmun xətti adlanır. Aha. Məzmun xəttini bir dənə yazaq bura, daha ətraflı məzmun xətti haqqında deyək, əsas şeyləri. Birinci məsələ, məzmun xətti neynəmir? Məzmun xətti dəyişmir. Məzmun xətti dəyişmir. Yazırıq bura, dəyişmir. Deməli, məzmun xətti dəyişmir. Aha, dəyişmir. Heç vaxt dəyişmir. 1-ci sinifdən 11-ci sinifə qədər nədir? Eyni məzmun xəttidir.
Məzmun xətti leytmotivdir. Leytmotiv ana xətti deməkdir. Leytmotivdir. Bizə verilən məzmunun zəruri hissəsidir. Zəruri hissədir. Yəni, vacib deməkdir. Bilirsiniz ki, zəruri sözünün mənası nədir? Vacib deməkdir. Bəs yaxşı, məzmun standartı nədir? Bu məzmun xəttidir. Bu məzmun xəttidir. Birinci rəqəmdir. Birinci, yəni bizə verilən məzmun standartında birinci rəqəmdir. Məzmun standartı, müəllimlər, bax bu 3 rəqəm var ha, 3, 1, 1. Bu 3 rəqəm bir yerdə məzmun standartı adlanır. Məzmun standartı. Ümumiyyətlə, standart dövlət tərəfindən müəyyənləşdirilir və bu standartı heç kimin dəyişmək kimi bir ixtiyarı yoxdur. Bu 3 rəqəm bir yerdə nə adlanır? Məzmun standartı adlanır. Rəqəmi də elə yazdım ki, 2 rəqəm kimi görsəndi. Bu 3 rəqəm bir yerdə məzmun standartı adlanır. Yenidən yazıram. Baxın, 3, 1, 1. Nöqtələr də olur bunların arasında. Bu nə adlanır? Məzmun standartı adlanır. Bunu vəsaitlərdə belə yazırlar, qabağına alt standart yazırlar. Eyni mahiyyətdir. Bu axırıncı rəqəmlə alt standart yazırlar. Başa düşdünüzmü? Bu tək yazılıbsa məzmun xəttidir. Artıq bunlar ikisi bir yerdə yazılıbsa əsas standartdır. Üçü bir yerdə yazılıbsa alt standartdır. Amma normalda üçünün adı bir yerdə məzmun standartıdır. Məzmun standartı da yazılsa, bilin ki, alt standartdan söhbət gedir. Alt standart da yazılsa, məzmun standartdan söhbət gedir. Yəni, bunlar eyni mahiyyət daşıyırlar. Bu oldu məzmun xəttinin. Mən belə düşünürəm ki, kifayət qədər məlumat verdim. İndi isə gəlin yenidən qayıdaq PDF-imizə və nədən danışaq? Əsas standartdan danışaq. Aha, danışaq əsas standartdan, müəllimlər. Nədir əsas standart? Baxın. Əsas standart məzmun xəttini ümumi şəkildə açır. Bu ad standartdır. Əsas standartdan burada elə çox böyük şey yazmayıb. Əsas standart məzmun xəttini ümumi şəkildə açır. Əsas standart ikinci rəqəmdir. Məzmun xəttini ümumi şəkildə açır. Qaydaq lövhəyə. Bu nə deməkdir? Ümumi şəkildə açır. Lövhəmizi təmizləyək. Aha. Deməli, dedik ki, əsas standart məzmun xəttini nə edir? Ümumi şəkildə açır. Əsas standart. Bilməli olduğunuz bu standartla bağlı 3 məsələ var. Neçənci rəqəmdir? İkinci rəqəmdir. İkinci rəqəmdir. İkinci rəqəmdir. Gəlin, bura bir dənə standart yazın. Bilin ki, əsas standart hansıdır? Deməli, ikinci rəqəmdir. Yəni 5, 1, 1 yazmışamsa, 5, 1, 1 yazmışamsa, bu ikinci rəqəm nə olacaq? Əsas standart olacaq. Baxın, oxuna da qoyuram. Yəni, bu ikinci rəqəm əsas standartdır. Əsas standartla bağlı bilməli olduğumuz 3 dənə məsələ var. Birinci məsələ. Əsasən dəyişmir. Əsasən dəyişmir. Amma bu demək deyil ki, dəyişməyə bilməz. Bəzən dəyişir. Nə zaman dəyişir? Şagirdə öyrədilməli olan bilik və bacarıq yekunlaşandan sonra, şagird artıq həmin bilik bacarığa çatandan sonra dəyişir. Əsasən dəyişdir yazmışam. Dəyişmir. Əsasən dəyişmir. Aha. Deməli, dəyişmir. Bu birinci məsələdir. İkinci bilməli olduğunuz məqama. Məzmun xəttini fəaliyyət istiqamətini açır. Məzmun xəttinin fəaliyyət istiqamətini açır. Fəaliyyət istiqamətini açır. Həm əsas standart, müəllimlər, həm də alt standart məzmun xəttinə xidmət eləyir. Bu birinci rəqəmdə, ikinci rəqəmdə məzmun xəttinə nə eləyir? Xidmət eləyir. Bu rəqəm məzmun xəttini nə elədi? Fəaliyyət istiqamətini açdı. Üçüncü bilməli olduğunuz məsələ isə məzmun xəttini ümumi şəkildə açır.
Bura yazıram ümumi şəkildə açır. İndi bunu sizə ətraflı bir məzmun xətti verərək ətraflı izah edəcəm. Ümumi şəkildə açır. Məzmun xəttini nə edir? Ümumi şəkildə açır. Aha, bu bilməli olduğunuz 3 məsələdir. Əsasən dəyişmir. Məzmun xəttinin fəaliyyət istiqamətini açır. Ümumi şəkildə nə edir? Ehtiva edir yazaq. Məzmun xəttini ümumi şəkildə ehtiva edir. Xəttimdəki mükəmməl bir xəttim var. Xəttimlə fəxr edirəm, yəni çox mükəmməl bir xəttim var. Keçdik alt standarta. Ən bizə lazım olan məsələ nədir? Alt standartdır. Alt standart şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bu bunun tərifidir. Şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Alt standart məzmun xəttini xüsusi şəkildə açır. Məzmun xəttinin bilik və bacarıq istiqamətinə doğru açır. Yəni, xüsusi şəkildə açır. Alt standartda artıq biz bilirik ki, şagirdləri nəyə aparmalıyıq, hansı bilik və bacarıq verməliyik şagirdlərə. Alt standartdan təlim nəticəsi çıxarılır. Bu önəmli məsələdir. Deməli, alt standartdan nə çıxarılır? Təlim nəticəsi çıxarılır. Alt standartın özünü də təlim nəticəsi kimi yaza bilərikmi? Bəli. Artıq təkmilləşdirilmiş kurikulum deyir ki, alt standartlar o qədər sadələşdirilib ki, müəllim alt standartı nə edə bilər? Təlim nəticəsi kimi yaza bilər. Aha, əla, gözəl. Davam edirik. Davam edirik alt standartın funksiyaları ilə. Alt standartın 4 funksiyası var. Birinci inteqrasiyadır. İnteqrasiya. Biz alt standarta əsasən nə edirik? İnteqrasiyanı təmin edirik. İnteqrasiya bilirsiniz də, kurikulumun prinsiplərindən biridir, inteqrativlik prinsipidir. Bunu biz mütləq eləməliyik. İnteqrasiyanın 3 növü var, müəllimlər. Fən daxili, fənn üstü, fənlər arası. Fən daxilin özü 2 yerə bölünür, şaquli, üfüqü. Gəlin izah eləyək, şaquli, üfüqü nədir? Baxın, fən daxilinin 2 növü var. Fən daxili. Deməli, fən daxilinin 2 növü var. Aha. Fən daxili 2 növü var. 1. Şaquli 2. Üfüqi. Üfüqi. Aha. Gəlin görək nədir şaquli, üfüqi. Şaquli xətt necə olur, müəllimlər? Şaquli xətt belə olur, düzdürmü? Düzünə olur. Şaquli xətt düz çəkilir, düzdürmü? Bu biraz daha səliqəli çəkməyə çalışım. Aha. Şaquli xətt belə çəkilir. Deməli, müəllim 8-ci siniflə fən daxilidir. Bir fənnin daxilindən söhbət gedir. Tarix müəllimi tarix fənnindən. 6-cı sinif arasında əlaqə yaradırsa bu nə olacaq? Fən daxili şaquli. Niyə? Çünki düşdüm aşağı. Müxtəlif siniflər arasında get-gəl elədim. Və yaxud da 4-cü sinifdən 3-cü sinif fərqi yoxdur. 11 ilə 9 fərqi yoxdur. İstənilən siniflər arasında eləyiriksə, bu olacaq fən daxili şaquli. Üfüqi isə üfüq xətti belədir. Bir sinifin daxilində. Misal üçün 8-ci sinifin daxilində nə edirik? Biz inteqrasiya eləyirik. Bir sinifin daxilində məzmun xəttləri arasında olan inteqrasiya nə deyirik? Üfüqi inteqrasiya deyirik. Məsəl üçün, mən 10-cu sinifdə Manna dövlətini keçirəm. Düşürəm 6-cı sinifdə keçdiyim Manna dövlətindən əlaqələndirirəm. Bu olacaq şaquli inteqrasiya. Yox, mən 11-ci sinifdə müstəqil Azərbaycan dövlətini keçirəm, yəni respublikamızı və qayıdıram Xalq Cümhuriyyəti ilə əlaqələndirirəm. Xalq Cümhuriyyəti də 11-ci sinifdədir. Yəni, burada nə oldu artıq? Burada bir sinifin daxilində, yəni üfüqi inteqrasiya oldu. Bu oldu fən daxili inteqrasiya. Yerdə qalan inteqrasiyalarda elə çətin bir şey yoxdur. Fənn üstü həyatla əlaqələndirməkdir. Yəni, ən, belə deyək, üst səviyyə əlaqələndirmədir. Şagirdlərə ən çox mövzunu aydın eləyən bir əlaqələndirmədir. Çünki fənn üstü əlaqələndirmədə şagird daha maraqlı olur, daha yaxşı öyrənir. Fənlər arası isə iki fənnin arasında olan əlaqələndirmədir. Tarixin coğrafiya ilə, ədəbiyyatın tarixlə, riyaziyyatın informatika ilə, istənilən fəndən əlaqələndirmə apara bilər. Məsələn, riyaziyyatla tarix bir-birinə uzaq fənlərdir, amma biz xronologiyada nə edirik? Riyaziyyata inteqrasiya eləyirik. Bu oldu nə? Alt standartın birinci funksiyası. Keçdik alt standartın ikinci funksiyasına.
Deməli, çox keçmişəm. Alt standartın müəllimlər 4 funksiyası var. Birinci funksiyasını dedik nə oldu? İnteqrasiyanı nə edir? Təmin edir. Sonra gəldik, burada inteqrasiya haqqında məlumatımızı verdik. İndi gəlirik alt standartın növbəti funksiyalarına. Burada kitabda o qədər də yazılmayıb, köhnə kitablarda daha geniş yazılmışdı. Burada inteqrasiya ilə bağlı verir. Hə, müəllim alt standarta əsasən nə edir? Müəllim alt standarta əsasən metod və üsullarını seçir. Baxın, yazıram alt standart, alt standart, alt standart. Hansı rəqəmdə alt standart? 3-cü rəqəmdir. 511-də alt standart budur. Deməli, 3-cü rəqəmdir və alt standartın keçirik funksiyalarına. Birinci, inteqrasiya. Yəni, inteqrasiyanı izah elədim. Müəllim alt standarta əsasən inteqrasiyanı nə edir? Reallaşdırır. İkinci, metodun üsul və vasitələrini seçir müəllim alt standarta əsasən. Üsul və vasitələri seçir. Metodlar, forma və s. Metod, forma müəyyənləşdirir. Yəni, alt standarta əsasən biz nə edirik? Dərsi necə quracağıq? Hansı üsuldan istifadə edəcəyik? Hansı metodla quracağıq? Bizə nə edir? Müəyyən olur. Ən əsas funksiyası alt standartdan təlim nəticəsi çıxardırıq. İnteqrasiyanı başa yazmama baxmayaraq, ən əsas funksiyası budur. Təlim nəticəsini edirik? Çıxardırıq. Bəli, çıxardırıq. Və dördüncü, davamlı inkişafı təmin edir. Bu nə deməkdir? Davamlı inkişafı təmin edir. Alt standart ildən ilə dəyişir. Şagirdin yaşına uyğun olaraq dəyişir. Şagirdin yaşına uyğun olaraq ildən ilə dəyişir, məzmun etibarilə dəyişmir, amma mürəkkəbləşir. Dəyişdiyinə görə biz nə deyirik? Deyirik ki, davamlı inkişafı təmin edir. Və alt standarta əsasən summativ qiymətləndirmə reallaşdırılır. Bəli, reallaşdırılır. Məzmun standartına da desək ki, summativ qiymətləndirmə reallaşdırılır, doğrudur. Alt standartda da summativ qiymətləndirmə reallaşdırılır, doğrudur. Niyə? Çünki bu iki ifadə bu üç rəqəmi bir yerdə ehtiva edir. Aha, gəlin keçək. Keçək nəyə? Keçək bizsə bir dənə alt standart deyəcəm. Həmin alt standartdan izah eləyəcəm sizə orada əsasdan. Bir dənə əsas standart yazacağım, bir dənə də alt standart yazacağım. Aha, bir dənə məzmun xətti götürürük. Məzmun xətti götürürük. 3, 1, 2. Mövzumuz Manna dövlətidir. Manna dövləti. Elə bilin ki, proqramdır. Manna dövlətinin yaranması. Dövlətinin yaranması. Əla. İndi buna əsas standart yazıram. 3, 1. Gəlin görək 3, 1 nədir? Azərbaycanda fikir verin. Baxın, bu əsas standartdır. Yaranmış, qədim, dövlətlərin, qədim dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıq nümayiş etdirir. Bilik və bacarıq nümayiş etdirir.
Bu bizim əsas standartımızdır. Bayaq nə demişdik? Demişdik ki, əsas standart məzmun xəttini, bu dövlətdirmi? Dövlət də məzmun xətti. Əsas standart məzmun xəttini ümumi şəkildə açdı. Dedi ki, Azərbaycanda yaranmış qədim dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıq nümayiş etdirir. Gördünüzmü? Bunu ümumi şəkildə yazdı. Mən bilmədim bunun yaranmasını mı dedi, inkişafı mı? Yəni geniş bir anlayış oldu. İndi gəlin bunu 3-1-2-də konkretləşdirək. Yəni biz konkretləşdirmirik. Ya dövlət bunu bizə verir. Mən indi bunu təxmini yadımda saxlamışam. Biraz o tərəf bu tərəf də ola bilər. Yəni bunu biz əzbərləməli deyilik. Bizə metodik vəsaitlərdə verilir. 3-1-2. Azərbaycanda yaranmış, biraz qısa yazacağım. Yaranmış qədim deməli, gəlin bunu da çıxaq. Aha, qədim dövlətin, konkretləşdiririk dövlətin, yəni hansısa bir dövlətin daxili və xarici siyasəti barədə siyasəti əvəzinə siyasi yazmışam. Siyasəti barədə bilik və bacarıq nümayiş etdirir. Bilik və bacarıq. Aha. Xəttim olsa da pisdir, bu lövhə də laf pis çıxardır. Nümayiş etdirir. Nümayiş etdirir. Gördünüzmü? Burada artıq konkretləşdi. Burada biz bilmədik bizdən tam konkret nə istəyir. Amma alt standart dedi ki, Azərbaycanda yaranmış qədim dövlətin daxili və xarici siyasəti barədə bilik və bacarıq nümayiş etdirir. Bunu necə təlim nəticəsi eləyərəm? Bax, bura bir dənə manna dövləti qoyaram. Azərbaycanda yaranmış qədim sözünü manna ilə əvəz eləyərəm. Bu da olar təlim nəticəsi. Manna dövlətinin daxili və xarici siyasəti ilə bağlı bilik və bacarıq nümayiş etdirir. Vəssalam. Bu da olar nə? Bu da olar təlim nəticəsi. Sadəcə alt standart təlim nəticəsi kimi götürə bilərəmmi? Bəli, götürə bilərəm. Aha. Bir də toxunmaq istəyirəm hansı məsələyə? Davamlı inkişaf məsələsinə. Bəli, alt standart davamlı inkişafı təmin edir. Bu nə deməkdir? Yəni şagirdlər sinifdən sinifə keçdikcə alt standart dəyişir. Biz bu ilki alt standartı gələn reallaşdıra bilmərik. Amma bugünkü alt standartı sabaha saxlaya bilərəm. Əgər reallaşdıra bilməmişəmsə, sabaha saxlaya bilərəm. Məsələn, nəsə bir hadisə baş verib və yaxud da elə alınıb ki, şagirdlər mənimsəməyiblər, yenidən sabah mövzuya qayıda bilərəm. Amma bu ilki alt standartı gələnlə saxlaya bilmərəm. Necə inkişaf elətdirir? Bu haqda da bir nümunə deyəcəm, yekunlaşdıraq. Baxın, 5-ci sinifdə Azərbaycan dilində şagirdə belə bir alt standart verir ki, oxuduğu mətndə məcazi mənada işlənən sözləri müəyyənləşdirir. Bu 5-ci sinifdədir. Amma 7-ci sinifdə deyir ki, eyni alt standartdır. Orada da 4-1-2-dir, 7-ci sinifdə 4-1-2-dir. 7-ci sinifdə deyir ki, oxuduğu mətndə həqiqi və məcazi mənada işlənən sözləri fərqləndirir, hər birini ayrı-ayrıqda cümlədə işlədir. Gördünüzmü? Bir qədər təkmilləşdi. Bilik və bacarıq daha da dərinləşdi. Deməli, şagirdi sinifdən sinifə keçdikcə alt standart mürəkkəbləşir, məzmun etibarilə dəyişmir, amma mürəkkəbləşir. Bu da şagirdlərin davamlı inkişafını təmin edir. Çalışdım ki, bacardığım qədər dərsi sadə dillə sizə izah eləyəm. Mənə elə gəlir ki, aydın oldu hər şey. Diqqətinizə görə, dinlədiyinizə görə təşəkkür edirəm. Nəyi başa düşməsəz, rəy bölməsində yazın. Çalışaram ki, dəstək olum. Sağ olun, hələlik.